Hə, edirəm, inan Allaha, bəlkə də nə bilim yadınıza gələrdi, mənim ilk ora gəlməyim. Elə ki sözümdən biri o idi ki, ay axı müəllimə düzələcək, irəliləyəcək. Çünki o qədər ümidim yox idi. Sizdən əvvəl uşaq həkimi, nevroloq Bakıdan belə getdim, gəldim, psixoloq, masaj oldu. Özüm də evdə nə qədər məşğul olurdum, amma nəticə görmürdüm. Ümidsiz gəlmişdim. Nə də ki, məndən əvvəl ora gələn bir tanışım yoxdur ki, axır məsləhət verədi ki, yaxşı yerdir, düzələcək falan filan. Elə ümidsiz gəlirdim, elə bir güvənim yox idi. Belə tərəddüd eləyirdim, deyirdim, amma neynim daha çarə yoxdur. Olar, olmaz. Fikrim var idi ki, gedərəm bir müddət hansısa bir qohumumun evində Bakıda qalaram da. Çünki o qədər narahat elirdi mənim dəri. Hələ də ki, nə bilim, bir yerə ki gedirdim, görürdüm ki, bununla yaşlı uşaqlar oynayır, nəsə sözlər deyir, dərk eləməz var, analar deyir, gətir, götür, onu ver, belə ver, ya öp, qucaqla, göz vur, maç göndər, o eləyir, bu eləmir. O qədər pis olurdum ki, deyirdim, ayla görürsən, dəli niyə belə oldu, niyə mənim başıma belə bir iş gəldi. Hə, indi videoya baxıram, çəkdiyimiz videoya deyirəm, mən heç inanmazdım ki, siz demişdiniz ki, bir ay sonunda elə video siz də çəkəcəksiniz falan filan. Hə, deyirəm ki, mən də video çəkərmişəm də, heç inanmırdım. Hə, bir də görsən, axı insan baxır, deyir, yəqin öz adamlar düzlər çəkdiriblər reklam xəttindən. Şükür, maşallah olsun sizin də əməyinizə sağlıq valla. Mənim üçün yenə deyirəm, o vaxt sizə gələndə demişdim ki, danışıq mənim üçün ən arxa plandadır. Mən o danışığa fikir verən deyiləm. Əvvəl axır danışıq, əsas bu özün tanısın, çağıranda baxsın, göz təması qursun, insanlara qaynayıb qaysın. Onlar idi mənə narahat edir, onu da şükür düzəldi.